Salam, hər vaxtınız xeyir dəyərli izləyicilərimiz, hər birini salamlayırıq. Pasientimiz bizdə əməliyyat olubdur, gips silikonları çıxıb və Ramil doktorun içindən keçən bir mövzu var. Hansı mövzudur? Levokollar. Doktor, hansı mövzudur onu bir dənə izləyək. Retainerin taxılması. Yəni çox pasientlər məsələn TikTokda, Google'da araşdırma edirlər ki, və mən retaineri doktor taxdı, yəni burnumuzuma. Amma ki, indi hal-hazırda evdəyəm, özüm çıxarıb taxa bilmirəm. Bu haqqda doktor dolğun bir məlumat verək. Retainer ümumiyyətlə aşağısı düz gəlir, yuxarısı biraz əyri. Yəni o burunun yuxarı hissəsində o lateral qığırdaqları saxlamaq üçün. Bəli. Düz hissə aşağı. Belə görürsən. Bura hündürdür, bura biraz. Hündür olan hissə yuxarı. Bəli. Sonra nə geniş olan hissə aşağı. Geniş olan hissə aşağı. Onda onu nə edirik? Bunu heç nə bax. Ya Levokolla kremlədik ki, Levokoll yağını antiseptik göstərim mən sizə. ki, rahat keçsin də. Ondan sonra bunu qoyursunuz buruna. Ən əsas məsələ bu hissədir. Məsələn üçün, indi bəzən onlar içəridə şişkinlər falan olar, biraz narahatçılıq yarada bilər. Bəli. Bax birinci məsələn bu tərəf getdi, gördünüz? Yoxlamaq lazımdır. Sonra da indi məsələn üçün birinci girəndə təbii ki ağrıdacaq biraz, yüngülvari da olsa. Oturdu buruna. Yəni birinci sağ tərəfmi bu haqqda ən çox narahatlıq yaradan mövzudur. Birinci sağ sol fərqi yoxdur. Yəni retaineri birinci 30 durursunuz hər iki tərəfdən. İndi həkim təbii ki onu ölçür verdi. 30 durandan sonra indi məsələn burun axı təzə öyrəşir. Bu incidəcək bunu bu gün bir saat, 2 saat falan ağrı verəcək. Düzdür, ağrı yerində. Yəni o təbii haldır. Yəni bundan heç kim narahat olmasın. Sadəcə orada qaldıqca özünə yer eləyir də, qanatları qaldırır, daimi burun qanatları. Bir də ki, pasientlər deyir ki, ikisini bir yerdə, iki deşiyə bir yerdə taxmalıyam. İki deşiyə bir yerdə o birinci dəfədən biraz çətin olur. Amma məsələn sabah bir gün çıxardıqdan sonra rahat taxacaq. Çünki o orada özü üçün yer eləyir də retainer. Başa düşdünüz? Başa düşdüm. İndi dur bir dənə burnuma bax.